Misirə səyahət. İkinci hissə. Xəritənin yarısını çıxarıb qumun üstünə sərdim. Digər yarısını da qumda çəkdim. Xəritədə piramidanın 4 qapısı təsvir olunmuşdu. Baxdım ki, əgər şimal qapısından girsəm, xəzinəyə daha tez çataram. Bunun üçün piramidaya girəndən sonra 4 qapıdan keçməliydim. Digər qapılardan girsəydim, aza bilərdim. Mən əlimdə xəritə piramidanın qarşısında dayanmışdım. Görəsən bunlardan hansı şimal qapısıdır, deyə düşündüm. Tez xurma ağaclarının gövdəsinə baxdım. Mamır axtarırdım. Amma bu istidə mamır nə gəzirdi? Bir gözüm qumun üstündə hərəkət edən qarışqalara sataşdı. Qarışqaları yuvalarına qədər izlədim. Yuvaların hamısının ağzı eyni tərəfə baxırdı. Deməli, bura cənub tərəfdir. Əks istiqamətə getdim. Birazdan böyük bir qapının ağzında dayanmışdım. Əlimi qapının üzərində gəzdirib, ulduz işarəsinin üstündə saxladım. Qapı gürültüylə, lakin yavaş-yavaş açıldı. Çəkinə-çəkinə içəri girdim. Qapı bağlandı. Elə bir neçə addım atmışdım ki, səs eşidildi. Bu otaqdan keçə bilmək üçün bir suala cavab verməlisən. Mən ayaq saxladım. Səs davam etdi. Suya rəsm çəkilərmi? Bir xeyli düşündüm. Vaxt gedirdi. Cavab verə bilməsəm, nəinki xəzinəyə çata, heç geri dönə bilməzdim. Sonuncu saniyələrdə həyəcanla dedim. Çəkilə bilər. Necə? Ebru ilə çəkilər. Bu otaqdan digərinə keçdim. Xeyli yol getdim. Birdən qarşıma böyük bir güzgü çıxdı. Güzgüdə minlərlə əksimi gördüm. Yenə həmin səs eşidildi. Bunlardan hansı sənsən? Düzgün cavab versən, növbəti otağa keçərsən. Yoxsa... Xeyli güzgüyə baxıb durdum. Sonra əlimi qaldırdım. İlk qalxan əl mənim əlim olmalıydı. Digərləri əllərini daha gec qaldırdılar. Tez həmin güzgünü göstərib bərkdən qışqırdım. Bax bu mənim əksimdir. Yenə də doğru cavabı tapdığıma sevinirdim. Növbəti otağa keçdim. Otağın küncündə bir sandıq qoyulmuşdu. Gəlib sonuna çatmışdım. Birazdan dünyanın ən varlı insanı olacaqdım. Əlimi uzadıb sandığı yavaş-yavaş açdım. Ləl-cəvahiratın işığı gözlərimi qamaşdırdı. Bir də baxdım ki, sandığın içindəkilər sanki quyuya tökülürmüş kimi aşağı axır. Özümü toparlayıb əlimi uzadınca sandıqda heç nə qalmadı. Axı niyə? Deyə qışqırdım. Əslində bu bir oyundur. Sən də oyunu qazanmısan. Həyatda hər şey bu qızıllar kimi axıb gedər. Ruhdan düşmə. Sandığın dibindəki məktubu götür və oxu. Zərfi götürüb açdım. Orada yazılmışdı. Ey xəzinə ovçusu, sən əlindən gələni elədin, doğru yolla irəlilədin. Buna səbəb dürüst, ədalətli və ağıllı olmağındır. Bu xüsusiyyətlərə sahib biri əsla uduzmaz.